44 günlük Vətən müharibəsinin iştirakçısı Ramil Ömərov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəzovun qəbulunda olub. Görüş zamanı Ramil Ömərov ailəsinin sosial vəziyyəti ilə bağlı müraciət edib və bu istiqamətdə dəstək göstərilməsini xahiş edib. Qəbul zamanı İcra Hakimiyyəti başçısı Vətən uğrunda canından keçmiş şəhidlərin ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb. Daha sonra Sumqayıt şəhərində şəhid ailələri üzvlərinin müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğuna və sosial problemlərin həllinə dəstək olmaq məqsədi ilə Sumqayıt şəhər İcra Hakimiyyəti yanında yaradılmış əlaqələndirmə mərkəzinin üzvləri Ramil Ömərovun yaşadığı ünvana baş çəkərək onun ailəsini ziyarət ediblər. Görüş zamanı Vətən müharibəsi iştirakçısının ailəsinin gündəlik qayğıları ilə maraqlanılıb, onların ehtiyacları dillənilib. Ailəyə bir sıra zəruri məişət əşyaları və yardım paketləri təqdim olunub. Həmçinin Ramil Ömərovun 2 övladına məktəb ləvazimatları və digər tədris üçün zəruri vasitələr alınıb və onlara təqdim edilib. Çox sağ olsun, cənab başçı Sumqayıt İcra Hakimiyyəti məni qəbul elədi. Tapşırıqlar verildi, sağ olsunlar. Maddi yardım, işlə təmin, bir də övladlarıma məktəb ləvazimatı, paltar ləvazimatla təmin edildi. Çox sağ olsun, minnətdarlığımı bildirirəm. Qeyd edək ki, Sumqayıt şəhərində şəhid ailələri üzvlərinin və qazilərin məşğulluğuna, sosial problemlərinin həllinə dəstək olmaq məqsədi ilə şəhər İcra Hakimiyyətinin yanında əlaqələndirmə mərkəzi yaradılıb. Elvin Qudrətov, Şəmistan Fikrətli, Elbrus İsmailov, Bu gün informasiya proqramı üçün.